Herkese selam. Bugün mesela Minecraft çekmeye kararına geldim. Sevgili gördüğüm oyunlar çok da baxış almış. Dedi göre Minecraft ne kadar baxış alacaq, ondan sonra bir test edeyim. Yaxşı baxan olsa, yani baxan normal olsa, ondan sonra belə Minecraft'a davam edəcək. Normal survival olacaq yəqin ki. Görə burada normalda olsun, hardcore yox, lazım değil. Mənim dünya. Şey. Başqa. Bunlar bize lazım. Koordinatları gösterse yaxşı olar. Oynanılan günler. Sonra. Multiplayer yox. Bunu da məncə açmasaq yaxşıdır. Bir iki də addon var. Onları açacağım. Çünki lazımdır. Tamam, все. Başlaya bilərik. Bu günləri güya mən işə gedib şey eləyəcəkdim. Ofisə gedib işlə bağlı qəbula girəcəkdim, amma heç nə yoxdur. Yəni gecə dura bilmədim, səhər qaldım belə. Duranda da əziyyət çəkdim, gəlib durub nə edəcəm, işə getmək istəmirəm. Tənbəlliyimdən qaldım işsiz. O da heç yaxşı bir şey deyil. İndi ancaq işlə eləsə eləyəcəm. Görüm tapa bilsəm yaxşı olar, çünki kompüterəcə pul yığmaq lazımdır. Kompüterdə yemək zatı vəziyyətim elə yaxşı deyil. Bu saat Azərbaycanda yaşayış qurmaq elə də rahat deyil. Heç rahat deyil abi. Gərək işin olsun, normal oxuyasan. O da məndə yoxdur bu saat. Heç biri yoxdur. Ona da gərək əziyyət çəkəsən. Mən də sosial olmadığıma görə yəni mənim çox çətin gəlir bu saat. Hərbini bir neçə ay tutarmışam. Orada bir müddət gizir kimi işlədim ki, yəni bu telefon götürüm, zat zırt pırt. Axıra kimi işləyəcəkdim, prosta alınmadı. Yəni psixologim ona imkan vermədi. İndi bu saat çalışıram ki, mühafizə işi tapım. Bu saat axtarırım. Dün hər şey eləsəydim, bəlkə bir işə sahib olardım. Bugün gedəmədim. Amma nəysə, inşallah hər şey yaxşı olar. İş tapandan sonra bir 4-5 ay işləyib kompüter pulu yığsam mal olar. Kompüter pulunu yığandan da sonra kompüteri alıp daha yaxşı videolar çəkəcəm. 10 gözləyirəm bu saat. Bir iki tane yere yazmışam, görüm də hələ nə deyirlər. Herkes bir cavab yoxdur. Çalışmaq lazımdır.
Neçə illərdir ki, bəxtim zadım gətirmir. Evdə işləyəndə də başıma oyun gəlib. Burada da. Həyatım saat yaxşı vəziyyətdədir. Ama yerde oyun oynuyorum ki başımı kattım bir. Elemeye bir şey olsun. Bu saat bazardığım şey budur. Göreyim de oyundan arayacaq da bu saat. Erkek kubik zat yağıram gibi. Elimizin altında düzeltmeye bir şey olsun. Bu şey için yığıram. Zırh için. Yemeği bayaqları yedim ama bu saat az olduğumu fikirləşmə. Hərbi mən əsgərlikdə Cəlilabadda olmuşam. Yine de yaxşı yer deməzdim. Ama uşaqlar yaxşı idi orada. Həqiqət. Mən də arzum budur ki, bir yaxşı YouTuber olum Azərbaycanda. Yeni şeyler çəkim. Heç kim çəkmədikləri. Çünki mən beynimdə bu saat fərqli şeylər çoxdur. Çox adam bilmədiyi. Ama yerdə fikirlərim istəmirəm təkcə məndən yazsın. Yəni başqa insanlar da bilsin. Burası çəkməyə bu saat komitə yoxdur deyənə. Mən telefondan yola veririm. Bildiğim oyunlardan diyebilirim ki bir şey var. Omori'di, DDLC'di sonra. Çok şey var bu saat. Hamısını burası yadıma salmalıyım. Voices of the Void'di. Bildiğim şeyler çoktu. Burası şarayet yoktu. Nereye burada bir daha sakit yeri var. Oy cüce. Evet. Şey kurak. Şeyimiz de var. Vaktimden spam yeri elde pis değil. Bam. Bam bam. Bunu buraya koyduk. 61 tane bize 100% bəs eləyəcək. Artıqlamasıyla. Bu videonun ancaq bir 10-15 dəqiqə çəkəcəyim test üçün eləyirəm. Bir Minecraft'a baxış olacaqsa həyatımdan danışa videoları çəkəcəyik. Kravat lazım ama rengi çok şey diyor. Bir açık renk yoktu. Sarı. Bu addonlar ki avtomatik şeyleri inventory'ni düzeltmek için de bakın. 2 dəfə klik edirsən 1 2. Və içəridəkilər hamısı yerində düzəlir. Bu həm də sandıqlar üçün işləyir. Yəni 5 saat yəni başqa şey üçün qaçışdırmayacaqsın. Yəni böyle bir bloklar var. Bunlara üstüne basanda bütün elinde olanlar sandıklara otomatik olarak götürür. Şimdi buna instrument satacağım. Daha yaxşı. Bu lazımdır. Bu lazımdır. Çubuk ver. Balta üçün mən bir dənə çatışmır. Artık şeylerin yarısı atım. Çok yer almaz. Bu şeyin de səliqəli olmağına fikir vermək lazımdır çünki çok kaçış olanda adam baş kaçır.
Evi məncə bu orada quracam bak. Ya orada ya da burada. Bu ev için öyle test. Bir de ne buradadır. Görev Minecraft tutsa yani bundan sonra Minecraft çekeceğim ben. O kadar da şey olsa yok. Niye ki bu bağlardan et düşmüyor? Bu desini pis yer değil. Buranı bir genişletmiyorlar. Ama burada da düzeltmiyorlar aslında. Kravatana. Bam bam. Onu da koyduk. Qəbri mən ona göre götürdüm ki, qəbir lazım olur çünkü öləndə əşyalarım düşmür. Qəbrin içində qalır. Yaxşı mod pəkdir. Nəzdə posuz verilir. Hazırdır. Buraya niye bilmiyorum girdim. Modla zanla oynamaq olar. Bu mod pəki yükləmək lazımdır. Sonra yemeğe de ihtiyacım var. Bu seher açsın oradan gidip odun götürüyorum. Ocak kalıyor. Burada yemeği düzeltmiyorlar. Herhalde de az kalmıyor. Keşke bu hayatta 12 mansan dolardı. Ne var değil mi? Bütün her şeyi bildiğim kim keser. Varsa her şeyde problem var. Eşin asan değil. Sosyal olmadığıma göre uygun bir şey de tapabilmem. Çünkü çok çetin gelmem. Gel ünsiyet kurasan onun da aşağısı bunun da aşağısı. Evet asan değil. Adama əziyyətli gəlir. Mən ancaq belə bir şeylər yayırlar. Rahat oturum evimdə video çəkim atım YouTube. Buna göre pul kazanabilirim ben. Bu iş mənə görədir. Sonra yerdə kompüter pul lazım. Hələlik evi dolandırmalıyım. Yeri de asan gəlmiş. Heç asan gəlmir. Bu şortlara zaten çok fikir vermeyin çünkü axmaq beynimin bir səsidir, ağzıma gələn çəkib atır. Peki onları silsəm yaxşı olur çünkü o kanalın reytingini biraz düşürə bilər. Ne bileyim de bakarıq da. Bunları götür. En yaxşısı ya bu olar. Yemeği pişirmək üçün. Tamam. Bunu belə elədik. Bam. Şimdi bunları biz pişirək. 15. dəqiqə az qalıb. Növbəti videoda görüşərik. Sabah olacaq 100% video çünkü bugün gec durdum diyene saat 3'te 4'te 5'te durmuşam yani. Vaxtında çəkəmədim. Neyse sabah görüşərik. Like etmeyi unutmayın eğer hoşunuza geldiyse. Yani gelmediyse yine de çəkəcəm çünkü özüme göre çəkirəm.
Yəni sağ ol.